Şura 23-ü örtbasır etsin deyə ki, əhl-i beyt mənasına deyil bu. Peyğəmbər demir ki, mən yaxınlarıma, yəni əhl-i beytə məhəbbət bəsləyim. Yox, bunlar demir. Örtbasır etmək üçün 4 dənə söz deyir. İbn Cərir Təbəri deyir ki, 1. Qureyşlə dostluq istəyi. Yəni Qureyşlə dostluq eləyin. 2. Əhl-i beytlə dostluq istəyi. Bu da deyir. Demir az sevindir dostluq. İndi var dostluq falan, dost dinlə deyil. 3. Allaha yaxınlıq istəyi. 4. Qohumlara yaxınlıq istəyi. Bu 4-ünü deyir. Amma özü birincisini seçir. Hansı? Qureyşlə dostluq. Mənbəsin Cami'ül Bəyan cild 25-də. Amma qohumlar uyğun gəlmir axı İbn Cərir Təbəri. Nə qədər sən savadsız insansan. Quranda ayə var. Qohumlar zalim idi və innəhu əməlun qeyri salih. Onlar əməlləri salih deyildi deyə qohumlar niyə sevək ki? Salih əməl sahibi olmayanlar və zalim qohumların peyğəmbər niyə sevək? Mümtəhənnə 41-ci ayə, Hud 46-cı ayə əsasən. Amma Cəllallah Zəməxşəri deyir ki, əhl-i beytdir məqsəd. Onları sevmək. Təfsir Kəşfdə cild 4-də. Adamlar məchuldurlar, addan qeyd edilən bəzisinin. Məchul yəni ki, bilmin kimlərdir. Məsələn, filan kəsin dediyini əslində saxla. Kimdir filan kəs? Məsələn, Əbu Məhəmməd Həsən ibn Təlhə. Kimdir bu? O da məchuldur. Bir də ad da özlərini qondarıblar. Deyir, avamı cəmaatdır da inanacaqlar. Əbu Məhəmməd Həsən ibn Əli Təlhə dedi ki, Hüseyn belədir, bəh-bəh Hüseyn yox, saxla. Kimdir bu adam? Məchuldur bu adam. Ya bu adam kimliyi bilinmir tarixə. Nə qəbulli? Və yaxud da Xələfi ibn Amid. Kimdir bu adam? O üçün də həmişə hər şey qəbul element cavab verəcək. 5-5-ci ayə, Madə 5-ci ayə. Hansı ayədir o? Ki, sizin rəhbəriniz kimdir? Allahdır, Peyğəmbərdir və namaz qılır, öz üzünü zəkat verir. O bilirsiniz də. Deyib bəziləri, məsələn, Əbu Məxluf. Məxluf da adı, bəli. Əbu Məxluf Sualəbi. Gəlib deyir ki, İmam Əli barəsində deyil bu ayə. Deyir, çünki ayə ümumidir. Demir ki, namaz qılan, zəkat verən, deyir, qılanlar, verənlər. Ayə ümumidir. O üçün Əli aid deyil. Mən bu ara paylaşım var, deyək görmürsünüz. Bəzi ayə var ki, cəmhaldadır, amma təki bildirir. Tək bu ayə deyil, biz ayəmi Quran-Kərim çox, kimsəsə mən paylaşam onu. Bəzi hal ayə təkdir, amma cəm bildirir. Bu arada bizə Quran-Kərim ayəmiz var, hər ikisində. Yəni düşünməsin ki, ayə cəmdir, ələdə şamil. Bəli, ələdə şamil olmalıdır da. Niyə narahatsan ki? Ələdə şamildir. Çünki tarix boyu bunu heç adam eləməyib. Əli doğulub Kəbədə sən narahatsan. Sən niyə narahatsan? Sevindim, Əli sevirəm, sevin də. Sevən dostunun uğruna sevinər. Əli belə ki gördü, barmağının üzüyü çıxartdı, verdi və barəsi ayə gəldi. Deməsə Əli sevirəm, Əlinin bu barəsində ayə gəl, Allah bu tərifləyib, sən bana sevin, niyə narahatsan? Mən bu sevgi deyil, paxıllıqdır. Tarix boyu orta fakt qoyan ki, bunu kimisə eləyib, Əlidən başqa. Bütün tarix Əli qeydli, sən ki yox, bəs kimdə onda? Ayə boş-boşuna yazılır da. Allah Nüzbir İnsan surəsini Əhl-i Beyt barədə olması inkar edir. O ayəmiz var ha. Həsən Hüseyn xəstələndilər, xanım Fatimə əleyhissalam dedilər ki, bunlar sağalsınlar, qızmalı halda orucu tutacaq oruc, yatimən, əsirən, gəlirlər bunun yanına yetim şəxs, əsir adam filan hər 3 gün bunların deməli iftar palanı verdilər. Görürlər ki, bunlar xoş deyil, əl haqqında qəşəng ayəmiz gəlsin. Bunu inkar etmək istəyirlər. İnkar eləmək üçün də əllədirlər ki, bilirsiniz ayələr inkarı üçün məhcidir. Ayə məhcidir. Amma Həsən Hüseyn olub Mədinə şəhərində. Ayə nazil olub Məkkə şəhərində, amma Həsən Hüseyn doğulub Mədinə şəhərində. Necə o vaxt doğulmayan insan xəstə ola bilər? Sən bir bax tarixə, bu göstərə məhcidir, mədənidir. Sonra qərar verir. Onlara
kinli idilər. 4-cü 54-cü ayə, Nisa 54. Onların kini vardı. Allahın onlara verdiyi fəzilətlərə paxıllıq eləyirsiniz. Sizin dəriniz paxıllıqdır. Vəssalam. O, yəni Abdullah ibn Zübeyr cümə xutbələrindən Peyğəmbər adını silmişdi. Səbəb nədir? Deyir ki, Peyğəmbər adı gələndə Bəni Haşim şad olur, Peyğəmbər nəsli, üzləri gülür. Nə narahatsan, sən də gül də. Başqa adı, Peyğəmbər adı da bu. And ola Allaha, bacarığım qədər onlarla, onları mən sevincli qoymayacağam. Burada qeyd olunub İbn Əbil Hədidin Şərh Nəhcü Bəlağəsinin cildi 2-də. Son 3 cümlə. İbn Kəsir və Seyyid Qütbdə İnsan surəsini Məkki deyirlər. Hafız Həsəkani deyir ki, nasiblər onu Məkki bilir. Nasibi kimdir? Düşmənlər. Əhl-i düşmənləri o surəni Məkki bilirlər ta ayəmiz Həsən Hüseynə şamil olmasın. Bu qədər. Görürsünüz, insan evin bəxtliyə nədir? Ən böyük amillərin biri də paxıllıq və bu dilki var ha. Allah hamımızı korusun. Amin. Allahümme salli ala Muhammed və ala Muhammed və accil faracahum.